Bax, A müsbət və B mənfi ədəddir. İfadələrdən hansı ən böyükdür? İndi biz yazdıq ki, A böyükdür 0. Yəni, məsələn, A bərabərdir 2 olsun. B də kiçikdir 0. B də bərabərdir mənfi 1 olsun. Yerinə qiymət yazaraq həll etmək mümkün olar. İndi birinci ifadədə bizə deyir ki, A bəndində. B bölünsün A üstəgəl 3. İndi mən B-nin yerinə yazaram mənfi 1. Deməli, A-nın da yerinə yazaram 2. 2 üstəgəl 3. Cavab olur mənfi 5-də 1. Bax, bu bir ədədim. İndi hər birini yazıb müqayisə aparacağım. İkinci A üstəgəl 3 bölünsün B olacaq. A üstəgəl 3-ün yerinə, A-nın yerinə yazdım 2 üstəgəl 3 bölünsün. B-nin də yerinə mənfi 1 yazsaq, burada olur mənfi 5. Sonra 3 bölünsün, B çıxılsın A yazılıb C variantında. B'nin yerinə bax 3 bölünsün, B'nin yerinə mənfi 1 çıxılsın 2 yazacağım. Burada da oldu 3 bölünsün mənfi 3. Cavabımız mənfi 1. Bu belə. Sonra digər bənddə A çıxılsın B bölünsün 3'dür. A'nın yerinə yazıram, yuxarıda yazmışam 2. Çıxılsın mənfi 1 B'nin yerinə bölünsün 3. Burada da olur 2 üstəgəl 1. 3 bölünsün 3 cavab 1. Sonra birində də A vur B'dir. Axı biz dedik A'mız 2'dir. Yəni müsbət 2'dir. B'ye də mənfi 1 demişik. Bunların da hansı olur? Mənfi 2. İndi baxaq diqqətlə. Görürük ki, bizdən ən böyük istəyir. Ən böyük qiyməti hansıdır? Bax, bu mənfidir, mənfidir, mənfidir. Bu da mənfidir. Müsbət olan bir dənə 1. Bunların hər birindən böyük olacaq. Cavabımız olacaq D bəndi. Aydındır.